sual verən soruşur ki, rəsm çəkmək olarmı? Rəsm çəkmək olar, bəli, amma canlılardan başqa. Yəni insan və heyvan şəkillərindən başqa qalan hər bir şeyi, yəni cansız şeyləri, mənzərə və s. Əlbəttə, yəni şəkil çəkilməsi qadağandır. Şəkil çəkilməsi qadağandır. Yalnız zəruri hallarda icazə verilir. Və video çəkilməsi barəsində də həmçinin eyni sözü deyirik biz. Yəni icazəli deyil, lakin əgər faydalı bir şey olarsa, misal olaraq deyək ki, dini dərslərdir, xütbələrdir. Ömründe bir kere bile resim çizdiysen kardeşim, tövbe et. Allah'ım affet de. Ya bak ne diyor, hadis okuyorum sana, Buhari ya. Buhari, en sağlam kaynaktan okuyorum sana. Ömründe bir kere diyor, resim yapan diyor, kıyamette azap görecek. Tövbe et. Ya Rabbi, ben bir hata ettim. Hayat ömür bəd yaman, heç açılmır asman. Üz döndərib yaradan, məndən səndən dünyada ayaman.